Hər şey sənin əlindədir. Bəli, bu həm çox qorxulu, həm də çox möhtəşəm bir cümlədir. Çünki hər şey bizim əlimizdədir. Biri var, hər şey sənin əlindədir. Bir də var, hər şey sənin əlindədir. Salam əzizlərim, videoma xoş gəldiniz. Mən Zəhra. Tamam, artıq aylardır uzun video atmıram, amma indi attım. Yəni buyurun video. Bugün nədən danışacağıq? Niyə hər şey sənin əlindədir dedim və niyə bu çox möhtəşəm bir şeydir? Bir insan qurban rolundan çıxan kimi boş yerə özünü nə qədər incitdiyinin fərqinə varır. Baxın, biz məsələn bəzən nə edirik? Nəsə olur, deyirsən ki, hə bax falan şeyə görə oldu. Nəsə eləyirik, bir səhvdir. Bax filan kəs mənə filan şey elədi, mən ona əsəbləşdim, ona görə belə oldu. Nə bilim, ona görə oldu, buna görə oldu, amma heç vaxt demirik ki, mən eləmişəm. Və bununla biz bilirsiniz nəyin qarşısını alırıq? Öz potensialımızın. Sonra yəni hər şeyi başqalarının üstünə attığın üçün, onda qazandığın uğurda başqasının üstünə at ki, bax mən onun hesabına bu uğuru əldə elədim. Deməzsən axı. Deyə bilməzsən və sən başqasının hesabına uğur əldə eləyə bilməzsən. Təbii ki, bunların qarşısını ala bilərik. Birincisi, öz səhvini boynuna alacaqsan. Əgər səhv sənindirsə, onun məsuliyyətini götür. Səhvimi anladım, dərsimi aldım, yola davam eləyirəm, çalışacağım, bir də eləməyim. Bu qədər. İkincisi, mən düşünürəm ki, bir insan ətrafı nədirsə odur. Atalar boş yerə deməyib ki, dostluğu göstər, deyim sən kimsən. Çünki əgər sən saçma sapan insanların olduğu bir çevrədəsənsə, əvvəl-axır sən də onlardan birinə çevriləcəksən. Ona görə çalış ki, hər zaman ətrafında özünə bənzər, yaxud özündən üstün gördüyün insanlar olsun. İndi özündən üstün görmək biraz pis çıxır. Mən burada özündən üstün görmək nə mənada deyirəm? Yəni, baxırsan ki, bu insan həyatda nəyisə bacarır və sən ondan ilham alıb, ondan nəsə öyrənə bilərsən. O cəhətdən üstün gördüyün insanları çevrənə doldursan, sən də artıq onlar kimi uğurlu ola bilərsən. Yaxud, necə deyim, öz idolun kimi gördüyün insanları izləməyin, sonra həmin insanlarla söhbətdə olmağın, onlar barədə, necə deyim, onların hərəkətləri barədə düşünməyin sənə kömək eləyə bilər ki, bax bu insan bunu necə elədi, mən ondan dərs alım, yaxud başqalarının səhvlərindən də öyrənə bilərsən. Əsla bugünün işini sabaha qoymursan. Bugün atalar sözləri ilə danışıram, amma neyiniyim, yəni bu sözü düz deyiblər. Sən deyirsən, filan şeyə başlamaq istəyirəm, amma indi tam zamanı deyil, mükəmməl an deyil. Qoy mən biraz gözləyim, yəni tamam mükəmməl bir an yarananda mən bu işə başlayaram, qoy hər şey oturuşsun falan. Bugün yox, sabah 50 dənə otur jurnala yaz ki, bunu eləyəcəm, onu eləyəcəm, onu heç birini də eləmə. Deyirsən ki, yox, bugün daha keçdi, qoy sabah eləyərəm də. Sabah nə deyəcəksən? Ayda bugün biraz gec oyanmışam, qoy sabah səhər 6-ya qoyun bu dinni ki, sabah eləyərəm, yenə yazır. Sabah deyir, sabah eləyərəm və bu bir paradoksa dönüşür və əsla dediklərini eləmirsən. Bugün elə. Sənin başlamağın üçün mükəmməl bir ana ehtiyacın yoxdur. Çünki o an gəlməyəcək. Mükəmməl an, mənə görə, addımı attığın ilk andır. Sən bir işə başlamaq üçün bir addım atırsansa, sən artıq başladın sayılırsan və ən mükəmməl an sənin hər şeyi ertələməyi saxlayıb, sabaha saxlayıb, daha doğrusu sabaha saxlamayıb, artıq onu gerçəkləşdirməkdir. Ən xırda bir şey, nə bilim, idmana başlamaq istəyirsən, götürür 50 dənə proqram yükləyir. Bugün bunu eləyəcəm, bugün bunu eləyəcəm, nə bilim, gedir paltar alır, heç nə eləmir. Sonra deyir, sabah başlayaram da, bugün nə bilim falan oldu. Sabah başlayaram da, bugün nə həvəsim yoxdur. Nə bilim, nə belə. Bu sadəcə sənin özünü aldatmaq üçün uydurduğun bəhanələrindir. Sən bilirsən ki, sabah da eləməyəcəksən, biri gündə eləməyəcəksən. Çünki sabahki sən onu daha sabahki sənin üstünə atacaq. Və hamınız məsuliyyətdən qaça-qaça heç bir yerə varmayacaqsınız. Ona görə də lap ən xırda şeydən başlasan belə başla. Mükəmməl olmaq zorunda deyilsən. Sadəcə başla. Başla ki, ardın gətirə biləsən. Hamınızı çox sevirəm. İzlədiyiniz üçün təşəkkürlər. İzləmədə qalın. Gələcək videolarda görüşmək üzərə. Sağ olun.